Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnallaha la yaghfiru an yushraka bihi ve yaghfiru ma dune zalika limen yeşâ'u ve men yüşrik billahi fakatif tera ismen azima. Sadakallahul aliyyul azim. Rahman ve Rahim olan Allah Teala'nın adıyla. Şüphe yoktur ki Allah özüne şərik qoşanları əff etməz. Amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs əlbəttə böyük günah etmiş olur. Əziz Allahımızın əziz, dəyərli bəndələri, bizi eşidən əzizlər, ümumən böyük günahlar və kiçik günahları haqqında bundan əvvəlki söhbətlərdə bacardığımdan danışmışdım. Təqribən 70 böyük günah İslam alimləri hesablayıblar. Qismət olar inşallah bacardığımdan bir-bir onlar haqqında məlumatlar verəcəm. Quranda ayələr və Əhl-i Beyt əleyhissalamlardan, sevimli Peyğəmbər əleyhissalamların hədisləri ilə. Oxuduğum bu ayə Nisa surəsi, Quran-ı Kərimin 4-cü surəsidir. 48-ci ayəsi idi, siz əzizlərə çatdırdım. Həmçinin Quran-ı Kərimin Loğman surəsində də Allah-u Teala 13-cü ayədə belə buyurur. Bismillahirrahmanirrahim. Rahman və Rahim olan Allahın adı ilə. Və iz qala Luqmanun libnih və huvə yəizuhu ya bunayya. Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi, oğlum, la tuşrik billahi inna şirkə la zulmun azim. Allaha şərik qoşma, həqiqətən Allaha şərik qoşmaq böyük zülmdür. Və neçə yerdə dəyərli bizi eşidən əzizlərim, Allah Teala şirk haqqında yazır. İnşallah bir-bir bəzilərə burada toxunacağıq. Ümumiyyətlə, şirk Allah qatında bağışlanmayan ən böyük günah kimi bizim dində təqdim olunur. Quran və hədislərdə Əhl-i Beyt əleyhissalamların baxışı ilə inşallah istəyirəm bu barədə ərz edim siz əzizlərə. Şirk nədir sualına cavab budur. Allaha məxsus olan ilahilik, rububiyyət, ibadət, itaat və sifətlərdə ona şərik qoşmaqdır. Bu sifətlərdə ona şərik qoşmağa şirk deyərlər. Yəni, Allahdan başqasını ilah bilmək, Allahdan başqasına ibadət etmək, Allahdan başqasına müstəqil təsir gücü vermək. Bu yol insanın imanını kökündən dağıdan bir azğınlıqdır. Nisa surəsinin 48-ci ayədə həqiqətən Allah özünə şərik qoşulmasını bağışlanmaz. Bundan aşağı olanları
istədiyi kimsə üçün bağışlayar. Bu ayə açıq şəkildə bizə bildirir ki, tövbəsiz ölən müşrik üçün bağışlama yoxdur. Şirk ən böyük günahdır. Loğman surəsində ərz etdim, oğlum Allaha şərik qoşma, şirk həqiqətən böyük zülmdür. Deməli, bu böyük bir zülmdür ki, insan dünyada bunu edirsə, axirət odunda əbədi qalacaq, əgər tövbə etməsə. Niyə zülmdür? Çünki Allahın haqqını başqasına verir. İnsanın öz ruhunu məhv etməsi, haqqı batilə dəyişməsi. Bu səbəb olur ki, insanlar nə əməllər etsə də, bütün əməlləri puç olar. Qurani-Kərimin Zumər surəsində 39-cu surə 65-ci ayədə Allah buyurur, əgər şərik qoşsan, bütün əməllərin puç olar. Deməli, bir insan Allaha şərik tutursa və onu inkar edirsə, nə qədər əməllər edir, Quran özü bizə buyurdu ki, hamısı onlar puçdur, qəbul olunmaz. Namaz, oruc, zəkat, həc, nəyi varsa, hamısı silinər. Ola bilər insan bu ibadətləri eləyib, sonra şirk əhli olub. Bu baxımdan həyatda nəyi qazanıbsa, ibadət, itaatı, hamısı Zumər 65-ə görə Allah puç edər əməlləri. Şirk cəhənnəmin əbədi səbəbidir. 5-ci surə, Maidə surəsi 72-ci ayədə Allah Teala buyurur, kim Allaha şərik qoşarsa, Allah ona cənnəti haram edər, onun yeri cəhənnəmdir. Peyğəmbər əleyhissalamın hədislərində var ki, məsəl üçün sual veriblər, ən böyük günah hansıdır? Peyğəmbər buyurub əleyhissalam, ən böyük günah Allahı şərik qoşmaqdır. Bu şirk gizli də ola bilər, dəyərli eşidənlər. Peyğəmbər əleyhissalam hədis var, deyir ki, sizin üçün ən çox qorxduğum şey gizli şirkdir. Soruşdular, gizli şirk nədir? Peyğəmbər buyurdu, insan ibadəti insanlar görsün deyə edər. Yəni, riya. Bu şirkin növüdür. Şirkdən biraz aşağıdır pillədə, ancaq şirkin növüdür. Bu əməl insanı şirkə də aparıb çıxarda bilər. İmam Əli əleyhissalam buyurur ki, şirk qəlbin Allahdan başqasına bağlanmasıdır. Məsəl üçün, bəzən insan dili ilə la ilahə illallah deyir, amma qəlbi mal, məqam və s. Dünya nemətləri ilə, belə deyək, qarşılığında əyilir. İmam Cəfər Sadıq əleyhissalam buyurur ki, kim Allahdan başqasına Allah kimi ümid bağlasa müşrik olmuşdur. Yəni, mənası budur. Bu adam olmasa mən məhv olaram. Məsəl üçün, bu olmasaydı mən həyatda yox idim, məhv olaram. Məsələn, bu şey məni xilas edər. Bax, bu düşüncələr təhlükədir. İmam Rıza əleyhissalam buyurub, şirk Allahdan başqasına müstəqil təsir gücü verməkdir. Müstəqil təsir gücü. Bizdə vasitə, Əhl-i Beyt əleyhissalamlara məsəl üçün, vəsi onları seçmək.
bu inkar etmir. Ancaq müstəqilliyi rədd edir. Şirkin növlərindən danışsaq, bütlərə səcdə açıq şirkdir bu. Bir neçə tanrıya inanmaq, Allahdan başqasına ibadət. Bu açıq şirkdir. Gizli şirk, riya, özünü göstərmək. Öz gücünü Allahdan üstün bilmək. Qəlbin Allaha deyil, başqa səbəblərlə bağlanmaq. Sonra var ki, insan Tövbə surəsinin 31-ci ayədə baxdıq, onlar alimləri və rahiblərini Allahdan başqa Rəbb etdilər. Bax, bu ibadət də şirk deməkdir. Tövbə 31-də. Birində alim və rahibləri Allahdan başqa özünə Rəbb ediblər. Allah buyurur ki, bu ayədə, bunlar itaatda şirk göstərirlər. Məsəl üçün, haram bir işdir, onu halal edən şirkdir. Belə deyim də, haramı halal edənə itaat edir. O işi haramdır, onu halal edənə bu adam itaat edir. Bax, bu da şirkdir. Şirkin ağır nəticələri var. Biri budur, iman məhv olur, gedir. Əməllər Quran dediyi kimi puç olur. Qəlb körlaşır. Ahirətdə əbədi peşmançılıqdır və cənnət ona əbədi haram olur. Qurtulma yolu şirkdən tövhidi tanımaqdır. Yəni Allah Taala'nı tanımaq, vahdaniyyətindən xəbərdar olmaq və səmimi tövbədir. Quranda tövbə ayələri çoxdur. Təbbətü nəsuhun. Təhrim surəsində var. Deyir, siz xalis, səmimi tövbə edin. Bu qurtuluş yoludur şirkdən. Qəlbi yalnız Allaha bağlanmaq. Hər neməti Allahdan bilmək. Dua və istiğfar çoxlu etmək bu xəstəliyin dərmanlarındandır. Furqan surəsi 68-70-ci ayədə Allah Teala buyurur, kim tövbə etsə, iman gətirsə və salih əməl etsə, Allah onun günahlarını savaba çevirər. Bax, bunlar həmin şirkdən azad olmaq üçün dərmanlarıdır. Nicat tapmaq üçün yoldur. Bizim dinimizdə təvəssül var. Təvəssül var. İndi şirklə təvəssülün müqayisəsi haqqında görək, əziz Peyğəmbərimiz, imamlarımız və Quranda nə yol var onlar üçün. Hər cür təsir, qüdrət və hökm yalnız Allaha məxsusdur. Bunu inkar edən açıq və ya gizli şirkə düşür. Təkrar edirəm, hər cür təsir, qüdrət və hökm yalnız Allaha məxsusdur. Yəni, güc, qüdrət sahibi, hər şey qadir olan Allahdır. Bunu inkar edən açıq və gizli şirkə düşür. Amma Allahın izni ilə vasitə olmaq şirk deyil. Hal-hazırda bu fərqi başa düşməyənlər də çox vaxt görürsən, səhvə yol verirlər. Quran-ı Kərimin Maidə surəsində 35-ci ayədə Allah Teala orada vasitə, təvəssül deyir, ey iman gətirənlər, ya eyyuhəl-ləzīnə amanu, ittəqullah vəbtəği ileyh vəsilə. Siz qorxun Allahdan, ona yaxınlaşmaq üçün vəsilə axtarın.
Aya açıq bizə bildirir ki, vəsilə, yəni yol, vasitə var. Allah özü buna icazə verir. Deməli, bir vasitə şirk olsaydı Allah bunu əmr etməzdi.